Salam, hər vaxtınız xeyir olsun. Bugün iyun ayının 16-sı, saatlarımız 10:00 göstərir. TNS TV-də xəbər saatıdır. Sizinlə mənəm Hürü Əliyeva. Dünyada və ölkədə baş verən xəbərlərdən sizi mən xəbərdar edəcəm. Keçid alaq xəbərlərə. Azərbaycanın baş prokuroru Kamran Əliyev Türkiyənin Qars şəhərində səfərdədir. Bu barədə Azərbaycanın Qarsdakı baş konsulluğu X sosial şəbəkə hesabında paylaşım edib. 15 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev və Türkiyə Respublikası Ali Məhkəməsinin Respublika baş prokuroru Mühsin Şentürk Qars ədliyyəsini ziyarət ediblər deyə məlumatda bildirilib. Qeyd olunub ki, Kamran Əliyev və Mühsin Şentürk baş konsulluqda da olublar. Astanada Beynəlxalq Türk Akademiyasının Türk Dil Qurumu ilə əməkdaşlığı çərçivəsində təşkil etdiyi Ortaq Türk Əlifbası Komissiyasının 4-cü iclası keçirilib. İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən, eləcə də Beynəlxalq Türk Akademiyasının müşahidəçi ölkələrindən komissiya üzvləri iştirak ediblər. İştirakçılar öz ölkələrində dil siyasəti üzrə səlahiyyətli rəsmi qurumları təmsil ediblər. Komissiya 2022-ci ildə Türk Dövlətləri Təşkilatının koordinasiyası ilə Beynəlxalq Türk Akademiyasının nəzdində yaradılıb. 2024-cü il sentyabrın 11-də Bakıda keçirilən 3-cü iclasda 34 hərfdən ibarət Ortaq Türk əlifbası qəbul edilib. İclası açan Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev ötən müddət ərzində Ortaq Türk əlifbasına elmi mühitdə, təhsil müəssisələrində və ictimai məkanda marağın əhəmiyyətli dərəcədə artdığını bildirib. Hazırki mərhələdə Ortaq Türk əlifbasından istifadə ilə bağlı vahid yanaşmaların razılaşdırılması və onun praktiki tətbiqinin əsas prinsiplər üzərində işin yekunlaşdırılması xüsusi aktuallıq kəsb edir. Ortaq Türk əlifbasının tanıdılması məqsədi ilə Beynəlxalq Türk Akademiyası bir sıra nəşrlər hazırlayıb. 2025-ci ildə ilk dəfə bu əlifbadan istifadə olunmaqla Abayın Qazax dilində Qara Sözdər kitabı və Çingiz Aytmatovun Qırğız dilində Ağ Kemi əsəri nəşr edilib deyə akademiya rəhbəri bildirib. İclasın əsas mövzusu isə türk dilləri üçün Ortaq Türk əlifbasının tətbiqinə dair tövsiyələrin müzakirəsi, habelə onun praktiki istifadəsi ilə bağlı prinsip və mexanizmlərin razılaşdırılması olub. Vurğulanıb ki, hazırlanmış qaydalar Beynəlxalq Türk Akademiyası tərəfindən müvafiq milli qurumlara, dil təşkilatlarına və tərəfdaş strukturlara göndəriləcək. Bununla yanaşı onların tətbiqi və istifadəsi məsələləri hər bir dövlətin səlahiyyətli orqanlarının səlahiyyət dairələrində qalır və milli qanunvericiliyə uyğun şəkildə nəzərdən keçirilir. İclasın yekununda Ortaq Türk əlifbasının gələcək tətbiqinə dəstəyin təsdiq olunduğu bəyannamə də imzalanıb. Əsas qərarlardan biri Ortaq Türk əlifbasının tətbiqinə dair tövsiyə xarakterli prinsiplərin, eləcə də bu əlifba əsasında hazırlanmış Qazax və Qırğız əlifbalarının tövsiyə olunan variantlarının təsdiq edilməsi olub. Sənəd Ortaq Türk əlifbasının praktik tətbiqində uzlaşdırılmış yanaşmaların təmin olunması üçün ümumi istinad materialı və istiqamət verici sənəd kimi istifadə ediləcək. İştirakçılar əmin olduqlarını bildiriblər ki, Ortaq Türk əlifbasının tətbiqi Türk ölkələri arasında əməkdaşlığın və mədəni birliyin daha da möhkəmləndirilməsinə töhfə verəcək. Göyçay rayonunda müşahidə olunan güclü külək və leysan xarakterli yağış bir sıra fəsadlara yol açıb. Əlverişsiz hava şəraiti nəticəsində Ucar Göyçay avtomobil yolunun kənarında yerləşən iri gövdəli ağaclar kökündən çıxaraq yolun hərəkət hissəsini aşıb. Nəticədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində
çətinliklər yaranıb. Bundan başqa güclü külək Yeniarx kəndini işıqsız qoyub. Kənd sakinlərinin sözlərinə görə təbiət hadisəsi nəticəsində bir neçə fərdi yaşayış evinin və yardımcı tikilinin dam örtüyünə də ziyan dəyib. Eyni zamanda bir vətəndaşa məxsus minik avtomobili aşan ağacın altında qalaraq zədələnib. İlkin məlumata görə hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır, dəymiş ziyanın həcmi dəqiqləşdirilir. Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunut kəndinin şəhər və kənd ətraf kəndlərlə əlaqəsi yenidən kəsilib. Kənd ərazisindən axan çayda suyun səviyyəsinin artması çay üzərində olan keçidi dağıdıb. Nəticədə kənd sakinlərinin gediş-gəlişində çətinliklər yaranıb. Kənddə elektrik enerjisinin verilişində fasilələr yarandığı deyilir. Bugündən iyun ayının 16-sından Azərbaycanda Məhərrəm ayı başlayır. İslam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri qəməri təqviminin ilk ayıdır və İmam Hüseynin və onunla birlikdə Kərbalada şəhid olanların anım ayı kimi qeyd olunur. Məhərrəm ayının ən önəmli günü hesab olunan Aşura günü isə 25 iyuna təsadüf edəcək. Həmin gün hicri təqvimi ilə 10 Məhərrəm İmam Hüseynin Kərbala çölündə şəhadətə çatdığı gündür. Matəm və hüzün içində həmin gün yad edilir. Qeyd edək ki, 2026-cı ildə Məhərrəm ayı iyulun 14-də başa çatacaq. Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Kəbənin örtüyü dəyişdirilib. Kəbə örtüyünün hazırlanması üçün təxminən 825 kiloqram saf ipək, 120 kiloqram gümüş və qızıldan istifadə edilib. Örtüyün üzərində qızıl və gümüşdən işlənmiş ayə və dualar yer alır. Köhnəsi götürülərkən eyni anda yenisi çəkilən örtüyün dəyişdirilmə prosesi bir neçə saat davam edir. Əvvəlki örtüyü isə zəmzəm suyu ilə yuyulduqdan sonra nümayiş etdirilmək üçün müsəlman ölkələrinə, muzeylərə və hədiyyə olaraq bəzi dövlət rəhbərlərinə göndərilir. Moskvadan Naxçıvana uçan Utair təyyarəsinin sərnişini 11.000 metr hündürlükdə təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib. Bu barədə Rusiyanın Baza Telegram kanalı məlumat yayıb. Xəzər dənizi üzərində uçuş zamanı sərnişinlərdən biri qəfildən təyyarənin xidmət qapısını açmağa cəhd edib. Təyyarədə həyəcan siqnalı səslənib. Uçuş bələdçiləri qadını dayandıra biliblər. Sonradan məlum olub ki, qadın ayaq yolu axtarılmış, səhv qapıya yaxınlaşıb və az qala onu açırmış. Təyyarə təyinat yerinə çatmayıb, amma başqa səbəbə görə Naxçıvan hava limanı pis hava şəraitinə görə bağlanıb. Təyyarə Gəncəyə yönləndirilib deyə bildirilir. Davam edirik. ABŞ ilə İran arasında anlaşma memorandumunu Trump, Vance və Qalibaf imzalayıblar. İranla anlaşma memorandumu ABŞ tərəfindən Prezident Donald Trump və vitse-prezident J.D. Vance, Tehran adından isə bu ölkənin parlamentinin sədri Məhəmməd Baqir Qalibaf imzalayıb. Bu barədə Axios'un müxbiri Barak David ABŞ rəsmilərinə istinadən X sosial şəbəkə hesabında belə bir paylaşım edib. Qalibaf isə X sosial şəbəkə hesabında yazıb ki, İran yekun qələbəyə doğru böyük bir addım atıb. Biz möhkəm dayanmışıq və Allahın köməyi ilə qələbə qazanacağıq deyə o qeyd edib. İran prezidenti Məsud Pezeşkiyan bildirib ki, danışıqlar heyəti heç bir halda rəhbərlik tərəfindən müəyyən edilmiş siyasətdən geri çəkilməyəcək. Bütün fəaliyyətlər, milli maraqlar və sistem tərəfindən müəyyənləşdirilən xəttlər çərçivəsində həyata keçiriləcək. Daha əvvəl o vurğulayıb ki, ABŞ ilə İran arasında
razılaşdırılan memorandumun bütün bəndləri düzgün şəkildə icra olunarsa, Tehran regionda yeni şərait yarada bilər. Bu arada Reuters agentliyi yüksək vəzifəli Amerikalı məmura istinadən məlumat yayıb ki, Tehran və Vaşinqton arasında hərbi əməliyyatlara son qoymaq barədə razılaşmanı ABŞ prezidenti Donald Trump, ABŞ vitse-prezidenti J.D. Vance və İran Məclisinin sədri Məhəmməd Bayır Qalibaf imzalayıblar. Ehtimal edilir ki, söhbət sənədin elektron imzalanmasından gedir. ABŞ və İran arasında anlaşma memorandumu imzalanıb. Bunu ABŞ prezidenti Donald Trump bəyan edib. Onun sözlərinə görə Hörmüz boğazı iyunun 19-unda tam şəkildə açılacaq. Trump ABŞ və İran arasında razılaşmaların imzalanmasından məmnun olduğunu bildirib. İranla razılaşmadan çox məmnunam. Çünki Hörmüz boğazının cümə günü tam açılması gözlənilir. O qeyd edib ki, özünün Cenevrədə memorandumun imzalanmasında iştirak etməsi ehtimalı azdır. Lakin ABŞ vitse-prezidenti J.D. Vance'in mərasimdə iştirak edəcəyini qeyd edib. O vaxta qədər yəqin ki, artıq gedəcəyəm. Amma Vance artıq buna hazırlaşır. Trump, Tehran və Vaşinqton arasında əldə edilən razılaşmaların həyata keçirilməsini, ABŞ-nin İrana qarşı sanksiyalarının ləğvini də əhatə etdiyini təsdiqləyib. Bu davranışlardan asılıdır. Əgər onlar gözlənilənləri etsələr, sanksiyaların ləğvi baş verməyə başlayacaq deyə ABŞ prezidenti bildirib. İran, ABŞ ilə əldə olunan anlaşmanın icra olunacağına tam inanmır. Bunu İranın Xarici İşlər Naziri Abbas Əraqçı yerli mediaya müsahibəsində deyib. O bunu öhdəliklərin pozulması təcrübəsi ilə izah edib. Bizim öhdəliklərin pozulması və razılaşmaların ləğv edilməsi təcrübəmiz var deyə Əraqçı bildirib və əlavə edib ki, buna görə də əldə olunmuş razılaşmaların icrasını inamsızlıq və keçmiş təcrübələrdən çıxış edərək qururuq. Onun sözlərinə görə hazırda İran üçün iqtisadi imkanlar yaratmaq istiqamətində iş aparılır. Təbii ki, xarici siyasətdə biz heç bir imkanı əldən vermirik, lakin heç birinə də böyük ümidlər bağlamırıq. İranla ABŞ arasında razılaşdırılanlar müharibənin dayandırılması, danışıqların başlamasına doğru mühüm bir addımdır. Yekun razılaşma isə hələ də formalaşdırılmayıb. Bunu İran prezidenti Məsud Pezeşkiyan X sosial şəbəkə hesabında belə deyib. İran özünü bütün variantlara hazırlayıb və hökumətin diqqəti razılaşma ilə və ya onsuz xalqa dürüst xidmət etməkdən ibarətdir deyə o bildirib. Pezeşkiyanın sözlərinə görə intensiv danışıqlardan sonra qarşılıqlı anlaşma memorandumunun mətni dəstəklənib. Amerikanın İran xalqının hüquqlarına hörmət etmək kimi əsl niyyəti təcrübədə sınaqdan keçirilməlidir. Ali rəhbərin göstərişləri İranın milli maraqlarının müdafiəsinə dair olan müddəaların daxil edilməsində böyük rol oynayıb və buna görə də biz ona minnətdarıq. İran Livanda müharibənin dayandırılmasını istəyir və ABŞ ilə imzalanması nəzərdə tutulan yekun memorandumda əsas şərtlərdən də elə biri budur. Bunu İranın Xarici İşlər Naziri Abbas Əraqçı, Livan prezidenti Joseph Aoun və bu ölkənin parlamentinin sədri Nəbih Berri ilə telefon danışığı zamanı deyib. İran Livanda müharibənin dayandırılması istəyinə istinad edərək memorandumun bəndlərinin lazımi şəkildə yerinə yetirilməsinə görə ABŞ-nin məsuliyyətini və İsrailin Livana qarşı hücumlarının tamamilə dayandırılmasının zəruriliyini vurğulayıb deyə Əraqçı bildirib. Telefon danışıqlarında Livan rəsmiləri İslamabad anlaşma memorandumunun bəndlərini, detalları, xüsusilə də Livana aid olan müddəalar barədə də məlumatlandırılıb. Qeyd olunub ki, Livan rəsmiləri son anlaşma memorandumunun müddəalarını alqışlayaraq Livanın sabitliyi və təhlükəsizliyini, regionda sabitliyin bərqərar olunması istiqamətindəki hər hansı bir səylərin
ayrılmaz hissəsi kimi vurğulayıb və Livana qarşı müharibənin dayandırılması məsələsinin memorandumun mətninə daxil edilməsinə görə minnətdarlıqlarını bildiriblər. Xatırladaq ki, Almaniya kansleri Friedrich Merz də bildirib ki, İran və ABŞ arasındakı razılaşma Livanı da əhatə etməlidir. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan BMT-nin baş katibi Antonio Guterreslə telefon danışığı aparıb. Bu barədə TRT Haber məlumat yayıb. Məlumata görə söhbət zamanı regional və qlobal proseslər müzakirə olunub. Ərdoğan bildirib ki, Türkiyə, İran, Qəzza və Somali başda olmaqla müxtəlif regionlarda sülhün və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirir. Türkiyə lideri ABŞ ilə İran arasında mövcud parlamentin diplomatik yollarla həlli imkanlarının maksimum istifadə edilməsinin vacibliyini vurğulayıb və qeyd edib ki, bu prosesin pozulmaması üçün beynəlxalq ictimaiyyət üzərinə düşən bütün məsuliyyəti yerinə yetirməlidir. Ərdoğan həmçinin BMT missiyalarının Suriyadakı fəaliyyətinin effektiv şəkildə davam etdirilməsinin də əhəmiyyətini qeyd edib və Türkiyənin bu istiqamətdə dəstəyini davam etdirəcəyini bildirib. Telefon danışığı zamanı Kipr, eləcə də Qəzza və Livandakı vəziyyət də müzakirə olunub. İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İran tərəfindən gələn birbaşa nüvə təhdidinin aradan qaldırılması Vaşinqton və Təl-Əvivin hərbi əməliyyatlarının mühüm nailiyyətidir. Lakin mübarizə hələ də başa çatmayıb. Biz İsrail tarixində ən böyük hücum əməliyyatını həyata keçirdik. Biz nüvə alimlərinə zərbələr indirdik, liderlərini aradan götürdük, nüvə obyektlərini dağıtdıq, raketləri və onların istehsalı üzrə zavodların böyük əksəriyyətini məhv etdik. Biz İran iqtisadiyyatına nəhəng ziyan vurduq. Bəziləri bunu 100 milyardlarla dollar, bəziləri isə hətta 1 trilyon dollar dəyərində qiymətləndirir deyə o bildirib. İsrail əhalisi və siyasətçilər arasında İrana qarşı müharibənin başa çatması ilə bağlı razılığı şərh edən Netanyahu bir daha bildirib ki, İranın nüvə silahı əldə etməsinə yol verməməsi onun bütün həyatının missiyasıdır. Razılaşma ilə və ya razılaşma olmadan İranın nə bugün, nə sabah nüvə silahı olmayacaq. Nə qədər ki, mən İsrailin baş naziriyəm, bu baş verməyəcək deyə o vurğulayıb. Netanyahu İran tərəfindən gələn nüvə təhdidinin birbaşa təhlükə yaratdığı və İsrailin ABŞ ilə birlikdə bunu aradan qaldıra bildiyi barədə iddiasını təkrarlayıb. Biz İsrail əhalisinin məhv edilməsi təhlükəsini uzun illər üçün aradan qaldırdıq. Biz bunu etdik. Biz İsraili məhv olmaqdan xilas etdik. Bununla belə o əlavə edib ki, mübarizə hələ başa çatmayıb. Biz ayıq-sayıq olmağa davam etməli, gücümüzü, qətiyyətimizi qorumalı və nə qədər lazımdırsa özümüzü müdafiə etməliyik. Bu yalnız İrana aid deyil. Netanyahu İsrailin regionda İran yönümlü qüvvələrə, eləcə də Qəzza, Livan, Suriya, Yəmən və İordan çayının qərb sahilindəki qruplaşmalara qarşı mübarizəni davam etdirəcəyini də bildirib. O əlavə edib ki, İsrail ordusu Qəzza, Livan və Suriyada yaradılmış təhlükəsizlik zonalarının mövcudluğunu da qoruyacaq. ABŞ İran ilə əldə olunan razılaşma və atəşkəs dövründə müdafiə imkanlarını artıracaq. Bu barədə İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyindən Fars agentliyinə bildirilib. Biz İran xalqının maraqlarını təmin edəcək istənilən anlaşma və razılaşmaları dəstəkləyəcək deyə bildirilib. Qeyd olunur ki, ABŞ ilkin razılaşma və memorandumun şərtlərini pozarsa, İran regiondakı hərbi vəziyyəti sürətlə və qətiyyətlə razılaşmadan əvvəlki vəziyyətə qaytaracaq. Biz silahlı qüvvələrin hazırlıq səviyyəsini əvvəlkindən daha da yüksək səviyyədə saxlayacaq ki, düşmən razılaşmanın şərtlərini yerinə yetirməyə və öz öhdəliklərinə əməl etməyə məcbur olsun.
ABŞ yaxın şərqdəki qoşun sayını azalda bilər. ABŞ və İran arasında silahlı münaqişəyə son qoymaq üçün yekun razılaşmalar digər məsələlərlə yanaşı yaxın şərqdəki Amerika qoşunlarının sayının azaldılmasını da əhatə edə bilər. Bu barədə ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi tərəflər arasında anlaşma memorandumunun imzalanması ilə bağlı şərh verərkən bildirib. Onun sözlərinə görə Vaşinqton və Tehran arasında davam edəcək 60 günlük danışıqlar dövründə ABŞ gərginlik fonunda bölgəyə yerləşdirilən əlavə qüvvə və resursları geri çəkməyəcək. Administrasiya rəsmisi həmçinin vurğulayıb ki, Vaşinqton Tehranın öz öhdəliklərini yerinə yetirməsini gözləyir. Onun sözlərinə görə bu cür tədbirlərin həyata keçirilməsi yalnız İranın nüvə proqramının bir hissəsindən imtina etməsi də daxil olmaqla güzəştlər etməsi halında mümkündür. Daha əvvəl xəbər verildiyi kimi ABŞ, İran və Pakistan yaxın şərqdə hərbi əməliyyatlara son qoymaq məqsədi ilə əldə edilən razılaşmanı təsdiqləyiblər. Yekun sənədin iyunun 19-da Cenevrədə imzalanması gözlənilir. ABŞ və İran arasındakı anlaşma memorandumunun bəzi bəndləri məlum olub. ABŞ və İran arasında anlaşma memorandumunda Vaşinqton və Tehranın yaxın şərqdə sülh və sabitliyi qorumaq öhdəliyi ilə bağlı bənd var. Bu barədə ABŞ-nin vitse-prezidenti J.D. Vance danışıb. Memorandumun birinci bəndində əslində İranın, eləcə də ABŞ-nin regional sülh və sabitliyin qorunmasına sadiq olduğu bildirilir deyə o qeyd edib. Vitse-prezidentin sözlərinə görə razılaşmada İranın digər məsələlərlə yanaşı Həmas və Hizbullah hərəkatlarına, eləcə də Husilərə dəstəyi dayandıracağı nəzərdə tutulur. ABŞ və İran arasında anlaşma memorandumu imzalandıqdan sonra 60 gün davam edəcək danışıqlar müddətində gəmilərə Hörmüz boğazından ödənişsiz keçid imkanı veriləcək. Bu barədə ABŞ-nin vitse-prezidenti J.D. Vance bəyan edib. Sazişdə deyilir ki, yekun razılaşma üzrə danışıqlar aparıldığı müddətdə 60 gün ərzində Hörmüz boğazına giriş və çıxış pulsuz olacaq. Vance'in sözlərinə görə Vaşinqton tərəflər arasında razılaşmanın son versiyası bağlandıqdan sonra belə bu su yolundan keçidin pulsuz qalacağını gözləyir. Danışıqlar zamanı sual yarandı. Gəmi xarab olsa necə olacaq? Gəminin yedəklənməsi lazım gələrsə, xidmət haqqı tutulacaqmı? Bu tamamilə fərqli bir məsələdir. Bəlkə də İranlılar elə bunu nəzərdə tuturlar. Yenə də onlara aydın şəkildə bildiririk ki, gəmilərin Hörmüz boğazından keçməsi üçün ödəniş tələb edən bir sistemə dözməyəcək. Ağ Ev rəhbəri Donald Trump ABŞ və İrana planlaşdırdığı ödənişlər barədə məlumatları yalan adlandırıb. Bu barədə Trump Truth Social sosial şəbəkəsində paylaşım edib. İran heç vaxt nüvə silahına sahib olmamağa razılaşıb. ABŞ-nin İrana 300 milyon dollar ödəyəcəyi ilə bağlı açıqlama faktların qəsdən təhrif edilməsidir deyə o əlavə edib. Trump demokratları bu məlumatı yaymaqda günahlandırıb. Trump 300 milyon dollarlıq ödəniş barədə yazıb. Lakin bəzi media orqanları əvvəllər İranın ölkənin yenidən qurulması üçün 300 milyard dollarlıq fonda çıxış əldə edə biləcəyini də bildiriblər. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru John Ratcliffe ABŞ prezidenti Donald Trump'a bildirib ki, agentliyin məlumatları İranın, Tehranın nüvə proqramı ilə bağlı razılaşmalara əməl etmək istəyinə şübhə yaradır. Bu barədə Axios portalı məlumat yayıb. Mənbələrin verdiyi xəbərə görə Ratcliffe Trump'a və digər yüksək vəzifəli şəxslərə əldə edilən kəşfiyyat məlumatlarının İranın ABŞ-nin istənilən yekun razılaşmada istədiyi nüvə güzəştlərini etmək istəyinə ciddi şübhələr yarandığını bildirib. Bu məlumatlara görə İran rəsmilərinin öz aralarında sazişi müzakirə etmə tərzi vasitəçilərə və ABŞ-yə dedikləri ilə
ziddiyyət təşkil edir. Bir mənbə iddia edir ki, kəşfiyyat məlumatları göstərir ki, İranın niyyətləri sazişin şərtləri üzrə öhdəlikləri əks etdirir. Nəşr qeyd edir ki, ABŞ dövlət katibi Marco Rubio və Pentagon rəhbəri Pete Hegseth daxili müzakirələr zamanı razılaşma ilə bağlı narahatlıqlarını və eləcə də suallarını dilə gətiriblər. İsrail Müdafiə Qüvvələri Hizbullahın Livanın cənubunda atdığı xeyli sayda raketi ələ keçirdiyini bəyan edib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin açıqlamasında bildirilib. Ordu xidməti protokola uyğun olaraq hava hücumu sirenlərinin işə salındığını vurğulayıb. Həmçinin bildirilib ki, bir neçə insidentdə Hizbullah yaraqlıları Livanın cənubunda İsrail qüvvələrinə qarşı tank əleyhinə raket və mina atan mərmilərdən istifadə ediblər, itki olmayıb. Həmçinin qeyd edilib ki, gün ərzində hərbi qulluqçuların nəqliyyat vasitələrinə yaxınlaşan və birbaşa təhlükə yaradan qrupları müəyyən etdiyi 4 ayrı hadisə də qeydə alınıb. Daha sonra İsrail hərbi hava qüvvələri təhdidləri neytrallaşdırmaq üçün dəqiq zərbələr həyata keçiriblər. ABŞ hərbi hava qüvvələrinə məxsus B-52 strateji bombardmançı təyyarəsi Kaliforniyadakı Edwards hərbi hava qüvvələri bazasından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Bu barədə aviabazanın sosial media səhifələrində paylaşım edilib. Hadisə yerinə təcili yardım briqadaları dərhal gəlib və nəzarət altına alınıb. Hazırda ölən və yaralananların olub-olmadığı barədə məlumat verilməyib. Edwards hərbi hava qüvvələri bazası Kaliforniyanın Mojave səhrasında Los Ancelesin şimal-şərq hissəsində yerləşir. Davam edirik. Vaşinqton administrasiyası ABŞ və İran arasında müharibənin başa çatmasına dair razılaşmanın əldə olunması fonunda diqqətini Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına yönəldə bilər. Bu barədə ABŞ prezidenti Donald Trump Fransada keçirilən Böyük Yeddilərin sammiti çərçivəsində jurnalistlərə bildirib. Bu başa çatdıqdan sonra diqqətimizi Rusiya-Ukraynaya cəmləyəcəyik. Baxaq, görək, buna nail ola biləcəkmi, deyə Amerika lideri bildirib. Trump Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını böyük yeddilik ölkələri ilə müzakirə etmək niyyətindədir. O, Rusiya və Ukrayna prezidentləri ilə iyunun 14-də baş tutan telefon danışıqlarını yüksək qiymətləndirib. Çox yaxşı iki söhbət oldu. Biz bu barədə Böyük Yeddilər sammitində danışacağıq, deyə Trump bildirib. 2026-cı ilin hesabatına görə Rusiya hər bir kvadrat kilometr ərazi üçün 9 mindən çox itki vermək bahasına cəmi təxminən 44 kvadrat kilometr ərazi ələ keçirə bilib. Bunu Avstraliyalı hərbi analitik İstefada olan general-mayor Mik Ryan bildirib. Analitikin fikrincə, gələcəkdə Rusiya ordusunun vəziyyəti daha da pisləşəcək. Bundan əlavə səsləndirilən rəqəmlər Rusiyanı dəstəkləyən ölkələrə göstərir ki, Rusiyanın qaçılmaz qələbəsi haqqında deyilənlər heç də həqiqəti əks etdirmir. Bu, Putinin uduzluğu üçün mühüm informasiya mübarizəsidir. O, Ağ Evin dəstəyini itirir deyə Ryan bildirib. Bundan başqa qeyd olunur ki, iqtisadi baxımdan da Rusiya Ukraynanın neft emalı zavodlarına indirdiyi zərbələr səbəbindən ciddi problemlərlə üzləşib. Hazırda Rusiyanın 15 müxtəlif regionunda yanacaq satışına məhdudiyyətlər tətbiq olunduğunu görürük. O cümlədən Krımda. Həmçinin iqtisadi artımın əhəmiyyətli dərəcədə yavaşladığını da müşahidə etmək mümkündür. Buna görə də bu müharibədə Rusiya ya yerində sayır, ya da geriliyir.
Ukrayna Avropa İttifaqına qoşulmaq üçün həm hazır ki, həm də gələcəkdə mümkün olan bütün şərtləri yerinə yetirməyə razı olub. Bu barədə Lüksemburqda səfərdə olan Ukraynanın Avropa və Avroatlantik inteqrasiya üzrə baş nazirinin müavini Taras Kaçka məlumat yayıb. Kaçka Avropa İttifaqı üzv dövlətlərinə Ukraynanın mövcud qoşulma şərtlərini yerinə yetirəcəyinə, eləcə də qoşulmadan əvvəl baş verəcək dəyişiklikləri nəzərə alacağına əminliyini bildirib. Baş nazirin müavini həmçinin Ukrayna adından danışıqların ara və yekun meyarlarına cavab verməyə razılıq verdiyini rəsmi olaraq təsdiqləyib. Beləliklə, Kiyev rəsmi olaraq danışıqlar prosesinin başlamasına razılıq verib və 15 iyunda 5 danışıqlar fəslini əhatə edən əsas danışıqlar klasterini açıb. Ədalət, azadlıq və təhlükəsizlik, hüquqi və fundamental hüquqlar, maliyyə nəzarəti, dövlət satın almaları və statistika. Bütün bu sahələrdə namizəd ölkələr öz qanunvericiliklərini Avropa İttifaqı standartlarına tam şəkildə uyğunlaşdırmalıdırlar. Ukraynanın Avropa İttifaqına daxil olması üzrə danışıqlar rəsmən bugündən başlayıb. Bu barədə Avropa İttifaqı Şurasının sədri Antonio Costa X sosial şəbəkə hesabında paylaşım edib. Bugün biz onun daxil olması ilə bağlı danışıqlara başlayaraq Ukraynanın Avropa İttifaqı tərkibindəki gələcəyinə doğru tarixi bir addım atırıq. Bu, müharibəyə son qoymağa kömək etmək, ədalətli və davamlı sülhə nail olmaq üçün böyük yeddilərin vahid və qətiyyətli mövqeyi zəruridir deyə paylaşımda bildirilib. Qeyd edək ki, Fransanın Evian şəhərində böyük yeddilərin sammiti keçirilir. Ukrayna Avropa Birliyinə qoşulmaq üçün bütün şərtləri yerinə yetirməyə razılıq verib. Bunu Ukraynanın baş nazirinin Avropa və Avroatlantik inteqrasiyası üzrə müavini Taras Kaçka deyib. Kaçkanın sözlərinə görə Ukrayna tərəfi Avropa Birliyi üzv dövlətlərinə üzvülük meyarlarına hazırki vəziyyətdə olduğu kimi, eləcə də üzvülükdən əvvəl baş verəcək hər hansı dəyişiklikləri nəzərə alaraq cavab verəcəyinə zəmanət verib. Baş nazirin müavini həmçinin rəsmi olaraq Kiyevin aralıq və yekun danışıqlar meyarlarına cavab verməyə razı olduğunu da bir daha təsdiqləyib. Avropa İttifaqı Moldovanın birliyə qoşulması ilə bağlı rəsmi danışıqlara başlayıb. Bu barədə Lüksemburqda keçirilən ilk hökumətlərarası konferansdan sonra Avropa komissarı Marta Kos bildirib. Moldova Avropa İttifaqı ilə danışıqlarda ilk əsaslar qrupunu açıb deyə o bildirib. Moldova ilə danışıqlara başlamaq qərarı tamamilə Ukrayna ilə bağlı oxşar qərardan asılı idi. Çünki bu iki ölkə vahid genişlənmə qrupunda birləşib və bütün mərhələləri sinxron şəkildə keçməlidir. Əsaslar danışıqlar qrupu elə 5 fəsildən ibarətdir. Ədalət, azadlıq, təhlükəsizlik, statistika, maliyyə nəzarəti. Bütün bu sahələrdə namizədlər qanunvericiliklərini Avropa İttifaqı standartlarına tam şəkildə uyğunlaşdırmalıdırlar. Avropa İttifaqına qoşulmaq üçün bir ölkə 5 qrupa bölünmüş 33 fəsil üzrə danışıqları başa çatdırmalıdır. Avropa İttifaqı Rusiyanın idxal məhdudiyyətlərinə cavab olaraq Ermənistan üçün dəstək proqramını hazırlayacaq. Bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas, Avropa İttifaqı Xarici İşlər Nazirlərinin Lüksemburqda keçirilən görüşündən və Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyanla danışıqlardan sonra keçirilən mətbuat konferansında belə bir açıqlama verib. Onun sözlərinə görə Avropa İttifaqı artıq Ermənistana Moskvanın tətbiq etdiyi
ticarət məhdudiyyətlərinin öhdəsindən gəlməyə kömək etmək üçün böyük iqtisadi dəstək paketi üzərində işləyir. Erməni seçiciləri Kallasın vurğuladığı kimi səs verməyə təsir göstərə bilməyən Rusiyanın güclü təzyiqinə və iqtisadi məcburiyyətinə baxmayaraq Avropa İttifaqı ilə yaxınlaşmanı dəstəklədilər. Bundan əlavə Ermənistanda yeni Avropa İttifaqı tərəfdaşlıq missiyası tezliklə də fəaliyyətə başlayacaq. Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, onun vəzifələrinə kiber hücumlara qarşı mübarizə, qanunsuz maliyyə axınları ilə mübarizə və digər təhlükəsizlik təhdidlərinə cavab vermək daxil olacaq. Bugün nazirlər Ermənistanın iqtisadi dayanıqlığını necə gücləndirə biləcəyimizi müzakirə etdilər. Biz artıq Rusiyanın ədalətsiz iqtisadi məhdudiyyətlərinə cavab vermək üçün Ermənistana dəstək planı hazırlayırıq. Ermənistanda yeni Avropa İttifaqı tərəfdaşlıq missiyası tezliklə kiber hücumlara, qanunsuz maliyyə axınlarına və digər təhdidlərə cavab vermək üçün əməliyyatlara başlayacaq deyə o əlavə edib. Rusiyada halal sənayesinin genişlənməsi məsələsi yenidən gündəmə gəlib. Rusiya prezidentinin köməkçisi Ruslan Edelgeriyev baş müfti Ravil Qaynutdinlə görüşərək ölkədə halal sənayenin inkişaf perspektivlərini müzakirə ediblər. Rostandartın halal məhsullar üzrə texniki komitəsinə rəhbərlik edən Edelgeriyev fəaliyyətində İslamın əsas prinsiplərinə söykəndiyini bildirib. Onun sözlərinə görə halal standartların formalaşdırılması üçün əlavə mexanizmlər yaratmağa heç bir ehtiyac yoxdur. Çünki bu sahədə əsas qaydalar artıq mövcuddur. Son illər Kremlin dəstəyi ilə Rusiyada halal sənayesi sürətlə inkişaf edir. Bir çox istehsalçı məhsullarını müsəlman istehlakçılarının tələblərinə uyğunlaşdırır. Standartlar isə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi kimi ölkələrin tələbləri ilə uyğunlaşdırılır. Bəzi Rus millətçi dairələri və onlara yaxın media resursları Rusiya prezidentinin köməkçisi Ruslan Edelgeriyevin baş müfti Ravil Qaynutdinlə görüşünü, həmçinin halal sənayesinin genişlənməsi ilə bağlı addımları narahatlıqla qarşılayaraq bu mövzuda tənqidi materiallar da dərc edirlər. Xatırladaq ki, Rusiyada 10 milyonlarla müsəlman yaşayır və onlar ölkənin ən böyük dini icmalarından birini təşkil edirlər. Müsəlmanların halal məhsullardan istifadə etməsi, dini qaydalara uyğun yanaşması, uşaqlarına istədikləri adları verməsi və öz milli mənəvi dəyərlərini qoruması onların təbii hüququdur. Son illər bəzi Rus millətçi dairələrinin və onlara yaxın media resurslarının müsəlman əhalisinin artımını, halal məhsulların yayılmasını, hicab məsələsini və digər dini mövzuları narahatlıq, qorxu və qəzəb kontekstində təqdim etməsi xüsusilə diqqət çəkir. Müxtəlif statistik göstəricilər, uşaqlara verilən müsəlman adları, dini simvollar və halal bazarın böyüməsi ilə bağlı materiallar bu dairələr tərəfindən tez-tez müzakirə olunur. Bundan əvvəl də hicab məsələsi, məktəblərdə dini geyimlərlə bağlı qərarlar və müxtəlif dini mövzular Rusiya ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Bir sıra hallarda müsəlman icmasının nümayəndələri dini mənsubiyyətə görə ayrı seçkiliklə üzləşdiklərini də bildiriblər. Ümumiyyətlə, dini inanclara uyğun yaşamaq, halal məhsullardan istifadə etmək və öz mənəvi dəyərlərini qorumaq hər bir müsəlmanın fundamental hüququdur. Çoxmillətli və çox funksiyalı dövlət olan Rusiyada bu hüquqlara hörmətlə yanaşılması vacib hesab edilir. Milyonlarla müsəlmanın yaşadığı bir ölkədə halal məhsullara tələbatın olması və dini dəyərlərin qorunması təbii bir proses kimi mütləq şəkildə qiymətləndirilməlidir.
Ermənistanda seçki proseslərinə xarici təsirlərlə bağlı yeni sənədlər yayılıb. Erməni kütləvi informasiya vasitələrində yayılan məlumata görə yeni sənədlər Rusiya strukturlarının Ermənistandakı daxili siyasi proseslərə marağının əvvəl düşünüləndən daha geniş olduğunu göstərir. Bildirilir ki, indiyə qədər əsas diqqət parlament seçkilərinə mümkün təsir üzərində cəmlənsə də, yeni materiallar bu fəaliyyətin sistemli xarakter daşıdığını göstərir. Sənədlərə əsasən söhbət təkcə ümumilli siyasətdən deyil, həm də yerli öznidarı orqanlarında keçirilən seçkilərdən gedir. Materiallar arasında 2025-ci ilin noyabrında Eçmədzində keçirilən seçkilərə dair geniş analitik sənədin olduğu bildirilir. Həmin sənəddə şəhərdəki seçki vəziyyəti, hakimiyyət və müxalifətin güclü və zəif tərəfləri, seçicilərin yaş strukturu, siyasi səfərbərlik imkanları və konkret siyasi oyuncuların perspektivləri təhlil olunub. Sənədlərdən belə nəticə çıxmaq olur ki, Rusiya tərəfinin bu seçkilərdə üstünlük verdiyi namizəd olub. Hətta materiallarda həmin namizədin dəstəklənməsi üçün məqsədyönlü informasiya və təbliğat işinin aparıldığı da qeyd edilir. Sənəddə müxtəlif siyasi qüvvələrin perspektivləri qiymətləndirilir. Hakimiyyət nümayəndələrinin uğur səbəbləri izah olunur. Müxalifətin səhvləri isə ayrıca təhlil edilir. Materiallarda müxalifətin gələcək kampaniyalarda uğur şansını artırmaq üçün strategiyasının necə dəyişməli olduğu barədə tövsiyələr də yer alıb. Ayrı-ayrı bölmələrdə müxalifət düşərgəsinin konsolidiyası, yəni yeni siyasi narrativlərin tapılması, təşviqat texnologiyalarının dəyişdirilməsi, seçki infrastrukturunun təkmilləşdirilməsi və xarici məsləhətçilərin cəlb olunması zərurəti də qeyd olunur. Yayılan məlumatda vurğulanır ki, söhbət sadəcə siyasi prosesləri izləməkdən deyil, konkret siyasi nəticəyə nail olmaq üçün praktiki tövsiyələrin hazırlanmasından da gedir. Məlumata görə söhbət təkcə siyasi vəziyyətə təsir cəhdlərinin yox, ölkənin daxili proseslərində uzun müddətli təsir strategiyasından da söhbət gedir. Zelenski Trampla Putinlə görüşün təşkilini müzakirə edib. Ukrayna prezidenti Volodimir Zelenski bu barədə Avropa İttifaqının hökumətlərarası konfransına müraciətində bildirib. O xatırladıb ki, Rusiya prezidenti Vladimir Putinə müharibənin başa çatdırılması üçün real qərarların qəbul edilə biləcəyi istənilən məkanda görüşmək təklif olunub, lakin o bundan imtina edir. Həmçinin ABŞ və Fransa ilə böyük yeddilik sammiti çərçivəsində bütün demokratik ölkələrin iştirakı ilə Putinlə görüş imkanları da müzakirə edilib. Dünən prezident Trump ilə belə bir görüşün ABŞ-də təşkil olunmasını müzakirə etdik. Elə bir formatda ki, Putinin imtina etməsi, ən azından prezident Trumpa yox deməsi xeyli çətin olsun. Bunun necə nəticələnəcəyini görəcəyik. Əgər Rusiya bu şansı əldən versə, əlavə təzyiqlərə o zaman ehtiyac yaranacaq deyə Zelenski bildirib. Son bir xəbəri diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 16-sında müqəddəs taxt tacın dillərarası dialoq üzrə dikasteriyasının prefekti George Jacob Kuvakadi qəbul edib. Söhbət zamanı ölkəmizlə müqəddəs taxt tac arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı. Müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrimizin inkişafında roluna toxunuldu. Bu baxımdan George Jacob Kuvakadın ölkəmizin regionlarına da səfər edəcəyinin əhəmiyyəti qeyd olundu. Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən müqəddəs taxt tacın dillərarası dialoq üzrə dikasteriyasının
Prefekti Roma Papası 14-cü Leonun və Vatikanın dövlət katibi Kardinal Pietro Parolinin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi. Onun da salamlarını Roma Papasına və Vatikanın dövlət katibinə çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı Vatikana səfərini və mərhum Roma Papası Fransisklə görüşünü, həmçinin onun ölkəmizdə səfərini məmnunluqla xatırlatdı. Söhbət zamanı Azərbaycanda tarixən bütün xalqların və dillərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşaması məmnunluqla qeyd olundu. Ölkəmizin tolerantlik və multikulturalizm məkanı kimi dinlər arası və mədəniyyətlər arası dialoqun inkişafına qlobal səviyyədə verdiyi mühüm töhfələr vurğulandı. Müqəddəs taxt-tacın Azərbaycandakı katolik kilsəsinin fəaliyyəti qeyd edildi. Ölkəmizdə bu cür ikinci kilsənin inşa olunduğu bildirildi. Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasındakı əməkdaşlığa da toxunuldu. Fondun bu ölkədə həyata keçirdiyi layihələrin mədəni irsin qorunması və dinlər arası dialoqun təşviqi baxımından rolu qeyd edildi. Görüşdə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı Roma Papası 14-cü Leonun ölkəmizə səfərə dəvəti ilə bağlı məktubunu George Jacob Kuvakada təqdim etdi. Davam edirik. Ermənistan rəhbərliyi yalnız qərbdən hər hansı yardım və ya dəstəyə ümid edərsə, bu səhv etmiş olar. Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin TASS-a deyib. Belə hal ölkənin iqtisadi inkişafında əlavə maneələr və çətinliklər yaradacaq. Amma mən yenə də ümid edirəm ki, Ermənistan rəhbərliyi ağlabatan şəkildə hərəkət edəcək deyə o bildirib. Ermənistanda beynəlxalq hərbi təlimlərə start verilir. İyunun 17-sindən 25-nədək Ermənistanda Eagle Partner 2026 adlı beynəlxalq sülh məramlı təlimlər keçiriləcək. Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülh məramlı briqadalarının hərbiçiləri ilə yanaşı ABŞ ordusunun Avropa və Afrika komandanlığına tabe bölmələr, Kanzas Milli Qvardiyası, həmçinin Fransa və Yunanistan Silahlı Qüvvələrinin şəxsi heyəti iştirak edəcək. Rəsmi məlumata görə təlimlərin məqsədi beynəlxalq sülh məramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyətin artırılması, təcrübə mübadiləsinin aparılması və eləcə də hazırlıq səviyyəsinin yüksəldilməsidir. Təlimlərin keçirilməsi Ermənistanın son illərdə qərb ölkələri ilə hərbi əməkdaşlığı genişləndirməsi fonunda xüsusi diqqət çəkir və bu proses Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının fəaliyyətini davam etdirdiyi şəraitdə baş verib. Parlament seçkilərindən dərhal sonra ABŞ, Fransa və Yunanistan hərbiçilərinin iştirakı ilə belə bir təlimin keçirilməsi regionda geosiyasi baxımdan maraq doğuran hadisələrdən biri kimi qiymətləndirilir. Hindistanda quru hədəfləri vurmaq üçün nəzərdə tutulmuş yüksək dəqiqlikli uzaq mənzilli qanadlı raketin sınaqları keçirilib. Bu barədə Hindistanın Müdafiə Nazirliyi sosial şəbəkələrdə paylaşım edib. Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı şərqdəki Odisha ştatında yerləşən Chandipur raket poligonunda uğurlu sınaqlarını keçirib. Uçuş zamanı raketin xüsusiyyətləri radarlar, elektro-optik sistemlər və telemetriya vasitəsilə izlənilib ki, bu da səmərəliliyin dəqiq monitorinqini təmin etmək üçün vacibdir. Qeyd olunub ki, aşağı hündürlükdə səsdən aşağı sürətlə uçuşu həyata keçirilir və Amerikanın Tomahawk raketinin analoqudur. Raket quru və hərbi dəniz qüvvələrinin təchizatı üçün xüsusilə nəzərdə tutulub. Maksimum 1500 kilometr uçuş məsafəli raket 300 kiloqram çəkisi olan nüvə və ya qəlpəli fuqas döyüş başlığı
daşıya bilir. Azərbaycan ərazisi vasitəsilə Rusiyadan Ermənistana taxıl daşınması davam edir. Bakıdakı Biləcəri stansiyasından Ermənistana ümumi çəkisi təxminən 490 ton olan buğda yüklənmiş 7 vaqon yola salınıb. Qeyd edək ki, Azərbaycan 2025-ci ilin oktyabr ayının sonunda Ermənistan üçün öz ərazisindən yük tranzitinə qoşulan məhdudiyyətləri aradan qaldırıb. Bundan sonra Rusiya ilə Ermənistan arasında bir sıra məhsulların daşınması Azərbaycan üzərindən həyata keçirilir. Məlumata görə indiyədək Rusiya istiqamətindən Azərbaycan ərazisi vasitəsilə Ermənistana təxminən 35 min ton taxıl, 6 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq yarması çatdırılıb. Bununla yanaşı Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. Hazıradək Ermənistana 10 min tondan çox dizel yanacağı, 979 ton benzin və 2955 ton 95 markalı benzin ixrac edilib. Yerli xəbərlərlə davam edirik. 2 gün ərzində 32,7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə narkotik vasitə və 1807 ədəd güclü təsir edici xassəyə malik olan həb aşkar olunaraq götürülüb. Həmçinin 2 gün ərzində polis əməkdaşlarının keçirdiyi tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 53 ədəd çətənək yolu da aşkarlanıb. Yabanı halda bitmiş 670 kiloqram çəkidə 12.880 ədəd çətənək yolu aşkarlanaraq məhv edilib. Gəncə-Bakı avtomobil yolunda sərnişin daşıyan avtobusla avtomobil toqquşub. Hadisə magistral avtomobil yolunun Zazalı qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Sərnişin daşıyan Hyundai markalı avtobus minik maşınına arxadan çırpılıb. İlkin məlumata görə 1989-cu il təvəllüdlü Əli Süleymanov, 2 yaşlı Süleymanov və 7 yaşlı Süleymanova, 1996-cı il təvəllüdlü Ruhanə Məmmədova, 2006-cı il təvəllüdlü Alim Məmmədov, Elnurə Həsənova, 1995-ci il təvəllüdlü Samirə Məmmədova və 2000-ci il təvəllüdlü Asəv Mehdiyev xəsarət alıblar. Onlar Gəncədə yerləşən xəstəxanalardan birinə aparılıblar. Yaralılardan 4-ü bir ailənin üzvüdür. Qəzanın baş vermə səbəbləri araşdırılır. İtkin düşən 8 nəfər tapılaraq ailəsinə təhvil verilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə ötən 2 gün ərzində yaşadığı ünvanı tərk etdiyinə görə axtarışda olan itkin kimi qeydiyyata düşən 8 nəfər tapılaraq ailəsinə təhvil verilib. Ağdamda çoban həmyerlisini güllələdikdən sonra özünə qəsd edib. Hadisə rayonun işğaldan azad edilmiş Çullu kəndində qeydə alınıb. 1975-ci il təvəllüdlü Rövşən Şirinov həmyerlisi 1979-cu il təvəllüdlü Elşad Gözəlov tərəfindən güllələnib. Yaralı Ağdam mərkəzi rayon xəstəxanasına çatdırılıb. Elşad Gözəlov isə sonradan özünə də atəş açıb. O aldığı xəsarətdən hadisə yerində keçinib. Şirinovun müalicəsi isə Ağdam mərkəzi rayon xəstəxanasında hazırda davam etdirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Həftə sonu ümumilikdə axtarışda olan 83 nəfər tutulub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Həmçinin iyunun 13 və 14-də keçirilən əməliyyat tədbirləri nəticəsində dələduzluğa görə axtarışda olan 8 nəfər də saxlanılaraq istintaqa təqdim edilib.
Nərimanov rayonunda 9 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 42 yaşlı Samir Mirzəyev saxlanılıb. Samir Mirzəyevin sərnişin kimi istifadə etdiyi avtomobildən ona məxsus 5 kiloqrama yaxın marixuana, 4 kiloqramdan artıq tiryək, həşiş, heroin və 1112 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri paytaxt ərazisində qanunsuz dövriyyəyə buraxmaq məqsədi ilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını deyib. Faktla bağlı cinayət işi başlanılıb. Samir Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib, belə ki, zərər çəkən şəxs polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 4000 manat olan qızıl zinət əşyalarının oğurlandığını deyib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı Quliyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun bundan əvvəl də bir nəfərə məxsus planşeti oğurladığı məlum olub, araşdırma aparılır. Həftə sonu qanunsuz saxlanılan 10 tüfəng və 3 avtomat aşkarlanıb. Polis əməkdaşlarının respublika və paytaxtda ayrı-ayrı bölgələrdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 avtomat silahı, 10 tüfəng, 11 patron darağı və 362 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Bakıda qəzalı binaların sökülməsi və şəhər infrastrukturunun yenilənməsi istiqamətində işlər aparılır. Belə ki, plan çərçivəsində paytaxtın Nərimanov, Yasamal, Nəsimi, Səbail, Nizami Sabunçu, Suraxanı və Pirallahı rayonlarında istismar müddəti başa çatmış yaşayış binalarının sökülməsi nəzərdə tutulur. Bu isə evləri plana düşən vətəndaşlar arasında Bakının hansı ərazilərində mənzillərin daha münasib qiymətə olması ilə bağlı sualları ortaya çıxarır. Qlobal İnfoazda danışan əmlak eksperti Anar Nəsirov bildirir ki, paytaxtda ev və torpaq sahələrinin qiyməti ilk növbədə ərazinin şəhər mərkəzinə yaxınlığı, nəqliyyat imkanları, infrastruktur təminatı və sənədləşmə vəziyyətindən asılıdır. Hazırda paytaxtda ən bahalı ərazilər mərkəzi rayonlar hesab olunsa da, daha münasib qiymətlərə şəhər ətrafı qəsəbələrdə rast gəlmək mümkündür. Nisbətən ucuz fərdi yaşayış evləri və torpaq sahələri əsasən Sabunçu rayonunun Maşdağa, Kürdaxanı, Pirşağı, Ramana, Suraxanı ərazisində isə Hövsan, Zığ, Bülbülə, Qaradağda, Lökbatan, Müşfiqabad, Sahil və Ələt qəsəbələrində təklif olunur. Həmçinin Pirallahı rayonu da qiymət baxımından Bakının daha əlverişli ərazilərindən biri sayılır. Bu ərazilərdə torpağın və evlərin qiyməti mərkəzə yaxın rayonlarla müqayisədə xeyli dərəcədə aşağıdır. Son illər yeni yolların çəkilməsi, kommunal xidmətlərinin yaxşılaşdırılması və şəhərlərin genişlənməsi bəzi qəsəbələrdə qiymət artımına da səbəb olub. Buna görə də bugün ucuz hesab edilən ərazilər gələcəkdə investisiya baxımından daha cəlb edici ola bilər. Lakin alıcılar seçim edərkən təkcə qiymətə yox, torpağın təyinatına, çıxarışının olub-olmamasına, nəqliyyat imkanlarına və ərazinin inkişaf perspektivlərinə də diqqət yetirməlidirlər. Ağstafada yanğın hadisəsi baş verib. Yanğın rayonun Qaçaq-Kərəm kəndində 51 yaşlı Elman Əliyevin yaşadığı ünvanın zirzəmisində baş verib. Yanğın söndürüldükdən sonra evin zirzəmisindən Elman Əliyevin yanmış meyidi aşkarlanıb. Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.
Yasamal rayon enerji təchizatı və satış idarəsinin ərazisində transformator məntəqəsində təmir işləri həyata keçiriləcək. Bu barədə Azərişıq Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilir ki, bununla əlaqədar olaraq bugün səhər saat 10:00-dan etibarən 13:00-dək Zahid Xəlilov, Süleyman Dadaşov, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd Cəmil küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranacaq. Eyni zamanda Nizami rayon ərazisində yerləşən təmir təftiş işləri zamanı fasilə də saat 10-dan etibarən 13-ədək Rüstəm Rüstəmov və Musa Əliyev küçələrinin də bəzi hissələrini əhatə edəcək. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq deyə məlumatda bildirilir. Bank BTB ASC adını və təşkilati hüquqi formasını dəyişərək T-Kredit Bankı olmayan kredit təşkilatı MMC-yə çevrildiyini elan edib. Bank BTB ASC-nin bank olmayan kredit təşkilatına çevrilməsi barədə məlumat bir neçə ay əvvəl də yayılıb. Mərkəzi Bankın İdarə Heyətinin 5 mart 2026-cı il tarixli qərarı ilə bankın buna çevrilməsinə razılıq verilib. Məlumat üçün bildirilir ki, Bank BTB ASC-nin səhmlərinin 74,99% Mehdiyeva Nigar İsmail qızına, 19,1% Sadiq Rıza İsmailoğluna, 6% isə Mahmudova Tükəzban Ağa qızına məxsus olub. Bank BTB-nin əsas səhmdarı olan Nigar İsmail qızı Mehdiyeva, prezident aparatının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, dövlət çevrilişinə cəhdə ittiham olunan Ramiz Mehdiyevin gəlinidir. Bankın digər səhmdarı Sadiq Rıza İsmail oğlu isə onun qardaşıdır. Bu mənim bu saata sizə çatdıracağım son xəbəri idi. Siz isə TNS TV-də hər gün səhər saat 10:00 xəbərlərini izləməyi unutmayın. Bizi izləyin, xəbəri bizdən xəbər alın. Sağ olun, salamat qalın.